Hansı cümlədəki təsriflənən feillərin hər ikisi verilmiş nümunədəki təsriflənən feillə eyni şəkildədir? Nümunədə onların susmağını razılıq əlaməti kimi qəbul etdik cümləsində qəbul etdik təsriflənən feil işlənmişdir. Deyil zaman şəkilçisi və görürük ki, bu demək feilin xəbər şəklindədir. A variantında göy guruldasa da yağış yağmadı nümunəsində yağmadı sözü xəbər şəklindədir, amma guruldasa sözü şərt şəklindədir. Tələb ödənmədi. B bəndində oxumalı və işləməliyik hər ikisi feilin vacib şəklidir. C bəndində dağ dağa qovuşmaz, insan insana qovuşar. Qovuşmaz və qovuşar feillərində hər ikisində zaman şəkilçisi var. Yəni burada m az, burada da ar. Hər ikisi qeyri-qəti gələcək zamandadır. Ona görə xəbər şəklidir. Doğru cavab C bəndidir. Digər cavablara baxaq. Bu yolu özün seçmisən, odur ki, dözməlisən. Seçmisən xəbər şəklidir, amma dözməlisən də malum ələdən görünür ki, bu vacib şəklidir. E bəndində qardaşım belə tez gəlib ki, halımızdan agah olsun. Gəlib xəbər şəkli, amma agah olsundakı birbaşa feilə artırılan şəxs şəkilçisi bunun əmr şəklində olduğunu göstərir. Doğru cavab C bəndidir. Nümunəyə və cədvələ əsasən uyğun fikirləri müəyyən edin. Günəş qızıl saçlarını dərələrdən, meşələrdən yavaş-yavaş toplayaraq qərbə doğru uzanmağa başlamışdır. Doğrudur və yanlışdır. Nümunəyə aid ilk əvvəl doğru fikirlərə baxaq. Sifətin sualına cavab verən isim işlənsə də, ismin sualına cavab verən sifət işlənməmişdir. Nümunədəki qızıl sözü ayrılıqda isim olduğu halda qızıl saçlarını, necə, nəcür, hansı saçlarını sifətin sualına cavab verir. Sifətin sualına cavab verən isim işlənib, amma qeyd edildiyi kimi nümunədə ismin sualına cavab verən hər hansı bir sifət yoxdur. Doğrudur cərgəsində verildiyinə görə doğrunu götürəcəyik. Doğru cavablardan biri 1 olmalıdır. İkinci, əlamət bildirən sifət işlənmişdir. Bu cümlədə ümumiyyətlə sifət yoxdur. Yəni, ümumiyyətlə hər hansı bir sifətdən söhbət gedə bilməz. Ona görə ikinci fikir səhvdir. İkinci fikrin də yanlış olduğunu düşünsək, cavablardan sıradan çıxaracağıq. Üçüncü fikir, mənsubiyyət şəkilçili söz ismin təsir işarındadır. Saçlarını sözündə, saçların ı mənsubiyyət, ı isə təsir işarı şəkilçisidir. Bu düzgün fikirdir. Üçüncü fikir, ya 1-3-4-dür, ya 1-3-6-dır. 4-ə diqqət edək, təsriflənən feil əmr şəklində məlum növdədir. Artıq bu yanlış cərgəsində verilib. Uzanmağa başlamışdı, təsriflənən feildir. Amma məlum növdə olsa da əmr şəklində deyil, xəbər şəklindədir. Ona görə yanlış fikirdir. Yanlış cərgədə verildiyinə görə uyğunluq gözlənilmişdir. Doğru cavab gördüyümüz kimi 1-3-4 A bəndidir. Tələffüz formasında verilmiş sözlərdən hansını həm isim, həm də feil kimi düşünmək olar? A variantında təmizləmək sözünü yalnız feil kimi düşünmək mümkündür. B bəndindəki daşlıq sözünü həm daşlıq, həm də daşdıq şəklində düşünmək olar. Birinci nümunədə daşlıq sözündə daşlıq düzəltmək isimdir. İkincidə daşmaq sözünün kökü şurdu keçmiş zaman q şəxs sonluğu şəklində işlətmək mümkündür. Doğru cavab B bəndidir. Digər cavablara diqqət yetirək. Kölgəyə sözü ola bilməz, başlayar sözü ola bilməz. Burada bir də mələyə sözü bənzəyir, amma bu feil kimi işlənən halında tələffüz şəkli məliyə formasında olur. Ona görə yəni bu yalnız ismin tələffüz şəklində uyğundur, feil kimi düşünmək mümkün deyil. Doğru cavab B bəndidir. Hansı cümlədə fərqləndirilmiş söz numerativ söz deyil? A bəndi. Qışda dağlar ağ geyinər yaz qara, sağ dəstinlə ağ kağıza yaz qara. Yəni A variantındakı bu dəstinlə sözünün hansısa bir şəkildə numerativ sözlə əlaqəsi yoxdur. Yəni A variantı numerativ söz deyil. Doğru cavab A bəndidir. Digər nümunələrdə iclasa 40 nəfər valideynin çağırılması nəzərdə tutulmuşdur. 40 valideyn nəfər sayla ismin arasında işlənən numerativ sözdür. C bəndində qoca zəmbirinə 20 ədəd yumurta qoyub bazara yollandı. 20 yumurta ədəd isimlə sayın arasında işlənən numerativ sözdür. D bəndində hər axşam yeməkdən əvvəl bir qaşıq dərman içməlisən. Bir dərman sayla ismin arasındakı qaşıq sözü numerativ sözdür. E bəndində uşaq üçün mağazadan 2 cüt corab almışam. 2 corab yenə say isimdir. Aradakı cüt sözü numerativ sözdür. Doğru cavab A bəndidir. Cədvəli tamamlayın.
Həm amonim, həm də çoxmənalı sözdür. Yalnız çoxmənalı sözdür, amonim deyil. Yalnız amonimdir, çoxmənalı deyil. Yəni amonimlik və çoxmənalılığın tək bütün variantları izah etməyək, bu testi daha rahat cavabını görmək üçün diqqət etsək, ikinci dərəcədəki sözlərə baxsaq, qaş sözü amonimdir. Bizdən deyir amonim olmasın. Oxşamaq sözü amonimdir. Mürəkkəb sözü amonimdir, tut sözü amonimdir. Ancaq kitab sözü amonim deyil. Yalnız C variantı uyğun gəldi. Birinci boğaz sözünə baxırıq. Həm amonim, həm də çoxmənalı sözdür. Bəli, boğaz sözü balası olacaq heyvan mənasında və insanın boğazı amonimdir. İnsanın boğazı və yaxud deyək, Güldanın boğazı bu isə çoxmənalı sözdür. Top sözü də yalnız amonimdir, çoxmənalı deyil. Bu da verilən tələbi ödəyir. Doğru cavab C bəndidir. Çoxaldılmışdır feilindəki şəkilçilər haqqında deyilənlərdən biri yanlışdır. Al, saydan feil düzəldən leksik şəkilçidir. Sözün kökü çoxdur. Çox sözündən çoxalmaq feili düzəldib. Doğrudur, saydan feil düzəlib. A variantı. B variantı. Il qayıdış növü şəkilçisidir. Çoxaldan çoxalt, çoxaldıl. Çoxaldılmaq qayıdış növ deyil. Yəni öz-özünə çoxaldılmaz. Kimsə tərəfindən çoxaldılar bilər. Ona görə məhsul növ şəkilçisidir. Qayıdış deyil. Doğru cavab B bəndidir. Mış nəqli keçmiş zaman şəkilçisidir. Bəli, mış nəqli keçmiş zaman, D isə idilin qısaldılmış formasıdır. D idik köməkçi sözünün şəkilçiləşmiş formasıdır. Bəli, bu da doğrudur. D feildən feil düzəldən şəkilçisidir. Çoxalmaqdan çoxaltmaq, çoxaldılmaq. Burada T-dır. Sadəcə sonra sahib gəldiyinə görə D-ya çevrilir. Feildən feil düzəldən şəkilçisidir. Gördüyümüz kimi doğru cavab B bəndidir. İşarə əvəzliyinin ismi əvəz etdiyi cümləni müəyyən edin. O, adsan, mənsəb arxasınca qaçan adamlardan deyildi. Bu cümlədə ümumiyyətlə işarə əvəzliyi işlənməmişdir. Nümunədəki o əvəzliyi ism əvəz edən şəxs əvəzliyidir. B bəndi, hər şeyə diqqətlə yanaşan adam nadir hallarda səhv edir. Nümunəsində, yəni burada ümumiyyətlə hər şey əvəzliyi var. Hər şey əvəzliyi də qeyri-müəyyən əvəzlikdir. Yəni işarə əvəzliyi deyil. C-də o sevincli uşaqlıq illərindən bəri çox zaman keçibdir. O uşaqlıq illəri, sevincli uşaqlıq illəri, buradakı o sözü sifəti əvəz edibdir. Hansı sualına cavab verir? Yəni işarə əvəzliyi ismi yox, sifət əvəz edib. D-də hərə bir sap versə çılpağa köynək olar. Hərə sözü işlənibdir. D bəndində hərə sözü qeyri-müəyyən əvəzlikdir. E bəndində belələri ilə ehtiyatlı davranmaq lazımdır, çünki niyyətləri aydın olmur. Cümləsində belələri əvəzliyi var. Biz bilirik işarə əvəzlikləri o, bu, elə, belə həmin əvəzlikləridir. Belələri ilə kim ilə? Belə sözü cəm və mənsubiyə şəkilçisi qəbul edib ism əvəz edib. Gördüyümüz kimi doğru cavab E bəndidir. Nümunələrlə bağlı uyğun fikri müəyyən edin. Həqiqətin alovu ona aparanın əlini tez-tez yandırır cümləsində mənsubiyə şəkilçili isimlərin hər ikisi adlı haldadır. Mənsubiyə şəkilçili bir söz alovudur, bir də əlinidir. Gördüyümüz kimi biri adlı halda deyil. Ona görə doğru yox, bunun qarşısında yanlış yazılmalı idi. Uyğunluq yoxdur. B-də səmimi adamlar həqiqət görüntüsünə aldanırlar cümləsində mənsubiyyət şəkilçisi qəbul etmiş isim quruluşca düzəltmədir. Görüntüsünə sözüdür, mənsubiyyət şəkilçisi və hal şəkilçisi qəbul edir və bu söz sadə deyil, sadə yox düzəltmədir. Sözün kökü gör sözündən yaranmış sözdür. Deməli, ona görə bunun qarşısında isim quruluşca düzəltmədir, yanlış yox, qarşısına doğru yazılmalı idi. C bəndi, Platon mənim üçün əzizdir, amma həqiqət ondan da əzizdir cümləsində əvəzliklərin hər ikisi ism əvəz etmişdir. Mən və o əvəzliyi hər ikisi ism əvəz etmişdir, qarşısında doğru yazılmalı idi, yanlış yazılıb. Burada da uyğunsuzluq var. D-də cəmiyyətin gələcək tərəqqisi indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılıdır cümləsində ismi xüsusiyyətlərini qəbul etmiş sifət işlənmişdir. Doğru. Gənclərimizə sözü, gənc sözü sifətdir. İsmi xüsusiyyətlərini daşıyıb, mənsubiyyət cəm, mənsubiyyət hal şəkilçisi qəbul edib, ismə əvəz edib, ona görə qarşısında doğru yazılması doğrudur. Doğru cavab D bəndidir. E bəndinə diqqət edək, ən təhlükəli yanlışlıq həqiqətə oxşayan yanlışlıqdır. Cümləsində çoxaltma dərəcəsində olan sifət işlənmişdir, yanlış göstərilib. Təhlükəli, ən təhlükəli, sintaktik yolla yaranan çoxaltma dərəcəli sifətdir. Bunun qarşısında doğru yazılmalı idi. Testin cavabı D bəndidir.
Xəyanətkarlıq sözünün fonetik təhlili ilə bağlı yanlış fikri müəyyən edin. Sözün tələffüz şəkli xəyanətkar və rıqdır. Variantlara baxaq. Ahəng qanuna tabe deyil. Bəli, həm incə sait var, həm qalın saitlər var, incə saitlər var, tabe deyil. Bu düzgün fikirdir. Saitlərdən biri uzun tələffüz olunur. Xəyanət sözündən də göründüyü kimi buradakı A saiti uzun tələffüz olunur. Bu da düzgün fikirdir. Səs və hərf tərkibi arasında 3 fərqli məqam var. Demək, xəyanətkar sözündə yoxdur, rıq səsində 1-2 fərqli məqam var. 3 fərqli məqam deyil. Sait uzanması fərqli məqam sayılmır. Ona görə cavab C bəndidir. Digər cavablara baxaq. Dodaqlanan sait işlənməmişdir. Bəli, dodaqlanan sait yoxdur. Yalnız dodaqlanmayan saitlər var. 3 Zingiltili samitin kar qarşılığı yoxdur. Burada demək N samitinin, R samitinin və R samitinin, ümumilikdə 3 samitin kar qarşılığı yoxdur. Bu da düzgün fikirdir. Testin doğru cavabı C bəndidir. Verilmiş nümunələrə və cədvələ əsasən uyğunluğu müəyyən edin. Haram çörək axtarma ki, bu baha başa gələr. Vuruldum o günkü şeirə sənətə, dağlar öz dününü lalədən biçdi. A variantı. Feillərdən birində iş görən işi öz üzərində icra edir. İş görən işi öz üzərində icra etdiyi feil vuruldum feilidir. Yəni, kimsə tərəfindən vurulmadım, özüm vuruldum. Üzərində iş icra olunan qayda işlən feil vuruldum feildir. Deməli, A ikinci hissəyə aiddir, birinci hissəyə aid deyil. B-də isim əvəzidən işarə əvəzliyi işlənmişdir. Demək, buradakı bu əvəzliyi var, bir də o əvəzliyi var. Birinci nümunədəki bu nə isim əvəz edib, ikinci nümunədə isə sifət əvəz edib. Ona görə B 1-ə aiddir. C. Əmr şəklində olan feil işlənmişdir. Haram çörək axtarma. Axtarma sözü, axtar, axtarma əmr şəklində olan feildir. Amma ikinci tərəfdə vuruldum və biçdi bunların heç bir əmr şəklində deyil. Deməli, C də aiddir 1-ə. D-də yönlük halda olan isim işlənmişdir. Yönlük halda olan isim şeirə, sənətə isimləridir. D aiddir 2-yə. Təsirlik halda olan isim işlənmişdir. Nəhayət E. Haram çörək axtarma, çörəyi axtarma deməkdir. Bu qeyri-müəyyən təsirlik hal. Bir də dağlar öz donunu bu da təsirlik haldır. Deməli, hər ikisi üçün ortaqdır. E də aiddir 3-ə. 1BC, 2AD, 3E. Doğru cavab A bəndidir. Verilmiş nümunədəki feillərin şəkillərini ardıcıllıqla müəyyən edin. Ey könül, bu acı hisslərdən əl çək. İnsan bir gün gəlmiş, bir gün gedəcək. Demək, feillər altına xətt çəkildiyimiz sözlərdir. Əl çək, əmr şəklində olan feildir. Hər an ikinci şəxsin təkində şəxs onu qəbul etməyib. İnsan bir gün gəlmişdir, bir gün gedəcəkdir. Mış nəqli keçmiş zaman, acaq-acaq isə qəti gələcək zaman şəkilçisidir. Zaman şəkilçilər də biz bilirik, feilin xəbər şəklidir. Deməli, ardıcıllıq əmr, xəbər şəklində olacaq. Doğru cavab A bəndidir. Feillərdən biri icbar növdədir. İcbar növü biz bilirik ki, işi başqa bir şəxsə icra etdirmək, məcbur etdirmək mənasını daşıyır. Dır 4 variantlı şəkilçisi və tır şəkilçisini adətən təsirli feillərin üzərinə artırmaqla düzəlir. Bildirmək feilində, məsələn, mən bildirdim, işi mən icra etdirdim, gördüyümüz kimi. Güldürdüm, yenə təsirsiz feilə artırılıb, gülmək nəyə? Güldürmək yenə məlum növdədir. İnandırmaq, mən inandırdım, yenə də təsirsiz feilə artırılıb. Danışmaq, təsirli feil olsa da, danışdırmaq sözü mən danışdırdım, işin icraçısı mənəm, yəni şəkilçi olsa da məna yoxdur. Amma B bəndində yazdırmaq, mən məktubu yazdırdım, yəni işi kiməsə gördürdüm, icra etdirdim. Yazmaq nəyi? Şəkilçisi isə gördüyümüz kimi icbar növünün şəkilçisidir. Doğru cavab B bəndidir. Hansı zərcidə feillər isə hissəciyi ilə işlənmişdir? Biz bilirik ki, feil isə hissəciyi birbaşa feilin üzərinə artırıla bilmir. Feilin üzərinə hər hansısa bir şəkil, feilin hansısa şəkli yaranır, ondan sonra isə hissəciyi artırılır. A variantında təmizlədinsə sözü S-dən əvvəl di olduğuna görə zaman şəkilçisi var, bu isə işlənib. Amma aparsa sözündə sağ birbaşa feili artırıldığına görə bu şərt şəklidir. B bəndində pozulacaqsa sağdan əvvəl acaq olduğuna görə xəbər şəkli isə
Gedəcəkdinsə, gedəcək bu xəbər şəkli, bu idi köməkçi sözü bu isə, qorunmalıdırsa malı məli vacib şəklidir, şəxs onluğu bu da isə vacib şəklindən sonra artırılıb. Doğru cavab B bəndidir. C bəndində oxusa sözü tələbi birbaşa görülür ki, pozur. D bəndində yazılsa sözündə feilin hansısa şəkli yoxdursa isə birbaşa şərt şəklidir. E bəndində də yenə düzəldilsə sözündə də isə birbaşa feilin başlanğıc formasına artırıldığına görə isə hissəciyi deyil. Doğru cavab B bəndidir. Cümlələrdən birində miqdar sayının iki müxtəlif məna növünə aid olan sözlər var. Biz bilirik ki, miqdar sayları bölünür 3 yerə. 1. Müəyyən miqdar sayları, 2. Qeyri-müəyyən miqdar sayları, 3. Kəsr sayları. İndi gəlin cavablara diqqət yetirək. A bəndində axırıncı sözləri eşidəndən sonra Mahmud daha bir neçə insanla görüşdü. Axırıncı və bir neçə, burada bir neçə qeyri-müəyyən miqdar sayı olsa da axırıncı sözü sıra sayıdır. B bəndində qoca kişi sonuncu daşı da yonub hazır etmişdi, sonuncu sıra sayıdır. C bəndində yüzlərlə insan birincilik uğrunda mübarizə aparırdı. Burada sadəcə yüzlərlə saydır, birincilik say deyil, isimdir. Bir say var. D bəndində 6 ədədi 30 ədədinin 5də 1 hissəsidir. 6, 30 bunlar müəyyən miqdar saylarıdır. 5də 1 isə kəsr sayıdır. Doğru cavab D bəndidir. Digər cavaba baxaq. O hər kimə nəsib olsa, yəqin bil ki, dünya üzündə əvvəlinci xoşbəxt olar. Əvvəlinci yenə də sıra sayıdır. Doğru cavab D bəndidir. Yanlış bəndi müəyyən edin. Frazeoloji birləşmə, sinonimi və antonimi. Qəlbinə dəymək, onun sinonimi, yəni könlünü almaq sözü sinonimi deyil. Könlünü almaq antonimidir. Ürəyini qırmaq isə sinonimidir. Gördüyünüz kimi burada sözlərin yeri səhv yazılıb. Yəni uyğunsuzluq var burada. Yanlış bənddir. Doğru cavab A bəndidir. B bəndi hirsindən qovrulmaq, özündən çıxmaq deməkdir. Hirsi yatmaq isə hirsinin sakitləşməsi, hirsindən qovrulmağın antonimidir. Əli soymaq bir işi görmək istəməməkdir. Ruhdan düşmək də əli soymaqdır. Cuşa gəlmək isə əksinə həvəslənib daha yaxşı işləməyə çalışmaqdır. Gördüyünüz kimi sinonim və antonim ardıcılığı düz verilib. Canlı oda yaxmaq, yəni çox çalışmaq mənasındadır. Dəridən qabıqdan çıxmaq, bu da yenə həddindən artıq çalışıb cəhd etmək, daha yaxşı olmağa çalışmaqdır. Əlini ağdan qaraya vurmamaq isə heç bir iş görməməkdir. Sinonim, antonim ardıcılığı düzdür. Ağız büzmək nə isə bəyənməməkdir. Üzünü turşutmaq yenə nə isə bəyənməməkdir. Xoşuna gəlmək isə bəyənməkdir. Sinonim, antonim ardıcılığı doğrudur. Cavab A bəndidir. Hansı sözün yazılışı doğrudur? Həftəlik sözü D yox, T ilə yazılmalıdır. Heyranlıq sözü N yox, L ilə yazılmalıdır. Həmsöhbət sözündə H samiti buraxılıb. Hərdən bir sözündə M yox, N olmalıdır. Humanizm sözünün yazılışı isə doğrudur. Cavab E bəndidir. Hansı cümlələrdə bir-biri ilə münasibətdə antonim olan sözlər işlənməmişdir? A variantı. Büronun qərarı haqlıdır. Sizin təklifiniz isə çox ədalətsizdir. Haqlı və ədalətsiz sözləri antonimdir. B-də mən tələb edirəm möhtərəm hakim, cəzasız qalmasın onun təhqiri. Burada hansısa bir antonim, bir-biri ilə antonim münasibətdə olan söz yoxdur. Cavab B bəndidir. C bəndi. Əziz stolun üstünə salınmış üstü butalı göy süfrənin saçaqlarını gah qız teli kimi hörür, gah da açırdı. Hörmək və açmaq sözləri bir-birinə antonim münasibətdə antonimdir. D bəndi. Mən öz daxili varlığımla xarici təbiətdəki gözəllik arasında bir uyğunsuzluq hiss edirəm. Daxili və xarici sözləri antonimdir. E bəndində o yad deyil, mənə doğma baladan artıqdır. Yad və doğma sözləri də E bəndində bir-biri ilə münasibətdə antonimdir. Cavab B bəndidir. Biri sayla sifətin ortaq cəhəti ola bilməz. İsmin xüsusiyyətini qəbul edərək isimləşmək, say da sifət də ismin xüsusiyyətini qəbul edə bilir. İsmə aid olmaq, adi halda say və sifət ismə aid olur. Quruluşla sadə düzəltmə və mürəkkəb olmaq, həm say, həm də sifət hər üç quruluşca növdə ola bilir. Leksik mənaya malik olmaq, əsas nitq hissəsi olduqlarına görə leksik mənaya malik ola bilir.
Müqayisə dərəcələrinə görə dəyişmə isə ola bilməz. Çünki bu xüsusiyyət sifətə aiddir, saya aid deyil. Doğru cavab E bəndidir. Verilmiş nümunədəki sifətlərin hər üçünə aid olan fikri müəyyən edin. Qəzəbi tufandır, sevinci dəniz, vicdanı boyasız, eşqi ləkəsiz. Günəşlə yaşıddır, gündüzlə əkiz, həyat simfoniyası Azərbaycanın. Bu nümunədə boyasız, ləkəsiz və əkiz sözləri sifətlərdir. Yaşıd sözü dimin də lüğətində verildiyi kimi isimdir. Hər üçü isimdən düzəlmiş sifətdir, əkiz sözü sadədir. Hər üçü əlamət bildirir, boyasız vicdan, ləkəsiz eşq, bunlar keyfiyyət bildirir. Hər üçü ismin sualına cavab verir, xeyr, hər üçü sifətin sualına cavab verir. Hər üçünün səs və hərf tərkibi fərqlənir, bu fikirdə doğru deyil. Hər üçü adi dərəcədədir, bu isə doğru fikirdir. Gördüyümüz kimi boyasız, ləkəsiz və əkiz sözlərinin hər üçü adi dərəcədədir. Doğru cavab E bəndidir. Hansı cümlədə sifət azaltma dərəcəsindədir və düzgün yazılmışdır? Gün batanda səmanın üzü qırmızımtıl bir rəng aldı. Qırmızımtıl sözü ımtıl şəkilçisi azaltma dərəcəsinin şəkilçisidir və sözə bitişik yazılıb, düzgün yazılıb. Doğru cavab A bəndidir. B bəndində mənimlə açıq-aşkar danış ki, bilim nə olub? Açıq-aşkar sözü yaxın mənalı sözlərin birləşməsindən əmələ gələn zərfdir. Açıq-aşkar danış. Yəni burada açıq sözü dərəcə əmələ gətirməyib. Mən kəmsavad adamam. Nə danışım, bala? Heç sözüm də bilmirəm. Kəmsavad sözü, kəm sözü savad isminə artırılıb adi dərəcəli sifət əmələ gətirib. D bəndində uşağın saçları açıq sarı olduğuna görə günəşdə daha parlaq görünürdü. Açıq sarı defislə yazılmalı idi. Azaltma dərəcəli sifət. E bəndində qıpqırmızı don geyindi ellərim, qaranlığı boğazlayıb doğdu gün. Qıpqırmızı düzgün yazılan sifətdir, amma azaltma yox, çoxaltma dərəcəsindədir. Doğru cavab A bəndidir. Yanlış fikri müəyyən edin. İdi, imiş, isə köməkçi sözlərin heç biri əmr şəklində olan feillə işinə bilmir. Bəli, məsələn, o gəlsin, gəlsin idi, gəlsin imiş, gəlsin isə belə bir şey mümkün deyil. Daşlaşmaq sözünü feilin iki müxtəlif qrammatik məna növündə düşünmək mümkündür. Bəli, daşlaşmaq sözündə laş bütöv şəkilçisi olanda məlum növ, la və ş ayrı-ayrı şəkilçisi olanda qarşılıq növ olur. C-də şərt şəklində olan feil üçüncü şəxsin təkində şəxs sonluğu qəbul etmir. Mən gəlsəm, sən gəlsən, o gəlsə. Gördüyümüz kimi burada şəxs sonluğu qəbul etmir. Bu da düzgün fikirdir. Oxuyasınız feilinin inkarı yalnız deyil sözü ilə düzəltmək mümkündür. Oxuyasınız, oxuyasınız. Yəni, deyil sözü feilin lazım şəklində istifadə olunur. Asəsi, amma burada asəsi yoxdur. Bu arzu şəklidir, ona görə cavab D bəndidir. E bəndinə də baxaq, getmək sözü inkarlıq şəkilçisini və qeyri-qəhqəcək zaman şəkilçisini qəbul etmişdir. Bəli, M, əz. Burada əl şəkilçisinin R-zı samitinə keçib. Bu da doğru cavab, doğru fikirdir. Testin doğru cavabı, yəni yanlış fikir D bəndidir. Biri bədii üsluba aid nümunə deyil. Qoymandan dərs alsın qoca təbiət, o da könlüm kimi gülsün həmişə. Yəni, nəzmlə verilən şeir nümunəsidir. Bu mütləq bədii üslubda olur. B-də gələn adam ümidi puça çıxmış adamlar kimi əllərini yanına saldı. Ümidi puça çıxmaq frazeoloji birləşmədir. Adamlar kimi əlini yanına saldı, bənzətmə var. Bu da bədii üslubdadır. C bəndi jurnalistikanın ictimailəşməsində Füyuzat jurnalı və onun redaksiya heyətinin xidmətləri diqqətə layiqdir. Bu cümlə publisistik üslubda olan cümlədir. Bədii üslub deyil. Doğru cavab C bəndidir. D bəndi dağlarımın başından qalxıb bir qartal kimi gəzdim ana yurdumu canlı bir xəyal kimi. Yenə şeir nümunəsidir, bənzətmə var, bədii üslubdadır. E bəndi çərkəz yorğana bürünən kimi xoruldadı. Şamxalın isə gözünə yuxu getmədi ki, getmədi. Məsələn, gözünə yuxu getmək və fikirlərin qarşı-qarşıya xoruldadı, gözünə yuxu getmədi, qarşı-qarşıya qoyulması bunlar bədii üslub xüsusiyyətləridir. Doğru cavab C bəndidir. Cədvələ əsasən uyğun fikirləri müəyyən edin. O çox yaxşı insandır cümləsində əvəzlikdən sonra vergülün qoyulması doğrudur. O əvəzliyindən sonra çox ədatı gəldiyinə görə odan sonra vergülün qoyulması yanlışdır. Və qarşısında da yanlış yazıldığına görə gördüyümüz kimi burada uyğunluq var. Birinci fikir uyğundur. İkinci, oxutmuram feili inkarlıq şəkilçisini və indiki zaman şəkilçisini qəbul etmişdir. Burada
mame şəkilçisinin sahiti düşüb inkar şəkilçisi, ur indiki zaman, am isə şəxs sonluğu şəkilçisidir. Yəni inkarlıq şəkilçisi və indiki zaman şəkilçisini qəbul etmişdir. Doğru fikirdir. Qarşısında da doğru yazıldığına görə uyğunluq gözlənilir burada da. 3-də, deməli sən bunu bilirmişsən cümləsindəki feil isə-hissəci ilə işlənmişdir. Feil bilmək, bilir zaman şəkilçisi, miş demək burada imiş hissəciyinin qısaldılmış forması sən bilirmişsən, sən burada şəxs şəkilçisidir. Yəni isə hissəciyi deyil. Bu fikir yanlışdır. Qarşısında isə doğru yazıldığına görə burada uyğunluq yoxdur. 4-də, Bakı şəhəri gözəl şəhərdir cümləsindəki qeyri-müəyyən yəlik halda olan ismi müəyyən yəlik hala çevirmək mümkündür. Bakı şəhərini Bakının şəhəri formasına çevirmək mümkün deyil. Bu fikir yanlışdır. Qarşısında da yanlış yazıldığına görə deməli bu da uyğun gəlir. 5-də, onun yerinə yoldaşı qol çəkdi cümləsində işarə əvəzliyi ismi əvəz etmişdir. Bu cümlədə ümumiyyətlə işarə əvəzliyi yoxdur. O əvəzliyi var, o da şəxs əvəzliyidir. Ona görə bu fikir yanlışdır. Qarşısında doğru olduğuna görə uyğunluq gözlənilməyib. Uyğun fikirlər 1, 2, 4-dür. O, doğma vətənin müstəqilliyi uğrunda Rus qoşunları ilə döyüşdə qəhrəmancasına həlak oldu cümləsində işlənməmişdir. Mürəkkəb feil. Həlak oldu mürəkkəb feildir. Mürəkkəb feil işlənmişdir. Qeyri-müəyyən yəlik halda olan isim. Rus qoşunları birləşməsində biz görürük ki, buradakı Rus sözü qeyri-müəyyən yəlik haldadır. Rus sözü qeyri-müəyyən yəlik halda olan isimdir, bu da işlənmişdir. İşarə əvəzliyi, o əvəzliyi var. Kim, o mübtədadır vəzifəsindədir, ismi sonra cavab verdiyinə görə bu işarə əvəzliyi yox, şəxs əvəzliyidir, işlənməmişdir. Mücərrəd isim, məsələn, müstəqillik sözü mücərrəd isimdir. Mücərrəd isim işlənib. Azaltma dərəcəsində olan sifət. Burada doğma sözü sifətdir və başqa da sifət yoxdur. Doğma sifət də adi dərəcədədir. 5-ci də işlənməmişdir. 6-cı səs və hərf tərkibi fərqlənən isim, məsələn, qoşunları sözü qoşunları formasında tələffüz olunur. 6-cı da işlənmişdir. Nümunədə işlənməmişdir 3 və 5-ci bəndlər, işarə əvəzliyi və azaltma dərəcəsində olan sifət. Verilmiş nümunənin təhlili ilə bağlı doğru fikirləri müəyyən edin. Azmı göydən yerə od ələnibdir. Şadlıq sükut edib, kədər dinibdir. Bir dövrün hökmü ilə bəstələnibdir, bir ana laylası Azərbaycanın. Mənsul növdə olan feil işlənmişdir. 3-cü misrada bəstələnibdir sözündəki n şəkilçisi mənsul növ şəkilçisidir və kimsə tərəfindən icra olunan işi bildirdiyinə görə mənsul növdədir. Birinci fikir düzgündür. 2-ci, mənsubiyə şəkilçili sözlər adlı haldadır. Bu nümunədə dövrün hökmü, bir də ana laylası sözləri və hökmü sözü adlı haldadır. Hökmü ilə sözü qoşma ilə işlənib, adlı hala qoşma qoşulub. Bir ana laylası Azərbaycanın ana laylası nə? Bu da yenə adlı haldadır. 2-ci fikir də doğrudur. Feillərin hamısı xəbər şəklindədir. Ələnibdir, dinibdir, bəstələnibdir. Bunların hamısında zaman şəkilçisi işləndiyinə görə xəbər şəklindədir. 3-cü fikir də doğrudur. 4-də, mənsubiyə şəkilçisi qəbul etdiyi üçün söz kökündəki qapalı sahiti düşmüş söz işlənmişdir. Bayaq qeyd etdiyimiz kimi, mənsubiyə şəkilçili 2 söz var, hökmü ilə və laylası. Bunların da heç birində kökdə hansısa sahitin düşməsindən söhbət gedə bilməz. Xüsusi isimlərdən biri yönlük halda, digəri isə yəlik haldadır. Nümunədə bir dənə xüsusi isim var, o da Azərbaycanın yəlik halda, yönlük hallı xüsusi isimdən söhbət gedə bilməz. Doğru cavab 1, 2, 3-dür. Sxemdəki hansı sözlərin yeri dəyişdirilsə, sxemdəki uyğunluq bərpa olunar. Feilin 2 müxtəlif şəklində başa düşülən sözdür, feilin yalnız bir şəklində başa düşülən sözdür. İşlədiyin sözündə di zaman şəkilçisi n şəxs sonluğu və yaxud da işlət in t-nın d-ya çevrilməsi baş verir. Xəbər şəkli əmr şəkli kimi düşünmək olar. Bir yerindədir. 2. Ötürdü sözü və yaxud da ötürdü sözü. Burada ür leksik şəkilçisi də ola bilər, ür qrammatik şəkilçisi də ola bilər. Amma hər iki halda zaman şəkilçisi, bir ür qrammatik şəkilçisi olanda zamandır, leksik şəkilçisi olanda düz zaman şəkilçisidir. Bütün hallarda xəbər şəkli olur. Yeri dəyişəcəklərdən biri 2-dir. Yəni yalnız bir şəkildə düşünülür. 2-ni bu tərəfə keçirmək lazımdır. Başlayaq sözündə, başlayaq demək
A arzu şəklinin əlaməti q şəxs sonluğu da ola bilər, ak bütöv şəkilçi də ola bilər. Yəni arzu şəkli və xəbər şəkli. Bunu da iki şəkildə düşünmək mümkündür. Köçürdü yalnız bir şəkildə başa düşülür. Köçürdü ür zaman şəkilçisi olsa xəbər şəklindədir. Leksik olub dü zaman şəkilçisi olsa yenə xəbər şəklindədir. Yalnız bir cür düşünmək olar. 5-də bişirdi, yenə ir leksik şəkilçisi olsa olacaq di zaman şəkilçisi xəbər, ir qrammatik olsa olacaq zaman yenə xəbər. 6-da itir sözündə ir zaman şəkilçisi olsa olacaq xəbər şəkli, amma ir leksik şəkilçisi olsa olacaq əmr şəkli. Gördüyümüz kimi 6-nın da yeri dəyişməlidir. Yəni yeri dəyişəcək olan biri 2-dir, biri də 6-dır. Doğru cavab 2-6-dır. Uyğunluğu müəyyən edin. İş görən işi öz üzərində icra edir. İş görən işi başqasına icra etdirir, iş qarşı-qarşıya icra olunur. Tərəflər bir neçə gündür ki, atışırlar, iş şəkilçisi görüş var, qarşı-qarşıya icra olunan işdən söhbət gedir. A aiddir 3-ə. B-də dağın başında bir dağ keçisi göründü. Görməkdən görünmək, yəni öz-özünə göründü. Bu qayıdış növüdür, iş öz üzərində icra olunur. B aiddir 1-ə. C-də güllərin qoxusu indi daha yaxından duyulurdu. Yəni duymaq, duyulmaq ıl şəkilçisi var, amma kimsə tərəfindən duyulurdu. Məchul növdədir. Məchul növdə variantlarda icra verilən fikirlərdə yoxdur. C heç birinə aid deyil. D. Atam məni peşə məktəbinə yazdırdı, kiməsə icra etdirdi. D leksik şəkilçisindən iş başqasına icra olunub. İcbar növüdür, aiddir 2-yə. E-də mən bir neçə ildir ki, xaricdəki dostumla yazışıram. Yazmaqdan yazışmaq, qarşı-qarşıya icra olunan iş və iş şəkilçisi də var. E də aiddir 3-ə. Doğru cavab 1B, 2D, 3A, E-dir. Mətnə əsasən cədvəli doldurun. Nukleotidlərdə baş verən dəyişikliyin insanlara təsiri. Mətndə biz demək, mətndən diqqətlə tanış olanda görürük ki, nə ola bilər? İrsi xəstəliklər meydana çıxa bilər. Sonra talassemiya yarana bilər. İnsan sağlamlığa zərər dəyər. Bitki və heyvanat aləminin DNT-sindəki oxşarlıq, demək, hər ikisi eyni DNT quruluşuna malikdir. Genlərin quruluşu və nukleotid arıcılığı bitki və heyvanat aləmində oxşardır. Yəni, bitki və heyvanat aləmində oxşardır. Heyvanat aləmində genlərin quruluşu oxşardır və s. kimi fikirlər yazaraq cədvəli doldurmaq mümkündür. Kursivlə verilmiş cümlələrdə bir-biri ilə qarşılıq təşkil edən ifadələrdən hər hansı bir cütünü müəyyən edərək yazın. Məsələn, birinci kursivlə verilən cümlədə o cümlədən irsi xəstəliklərin meydana çıxması nukleotidlərdə baş verən dəyişikliklərlə əlaqədardır. Var. İkinci cümlə, talassemiya xəstəliyinin yaranma səbəbləri də nukleotidlərdəki dəyişikliklərlə bağlıdır. Belə ki, nukleotidin digəri ilə əvəzlənməsi irsi qan xəstəliyi olan talassemiyanın ortaya çıxmasına səbəb olur. Məsələn, burada meydana çıxmaq və yaranma sözü var. Sonra əlaqədar, bağlı sözünü görmək mümkündür. Baş vermək və ortaya çıxmaq ifadəsini görmək mümkündür. Bunlardan hər hansı biri yazsaz, doğru cavab hesab edilir. Verilmiş nümunə ilə mətn əsasında cədvəli doldurun. Ana dedim ürəyimə yanan rudlar saçıldı. Ana dedim bir ürpəriş hasil oldu canımda. Ana dedim qarşında bir gözəl səhnə açıldı. Ana dedim fəqət onu görməz oldum yanımda. Biz bilirik ki, birinci verilən mətn Friedrich Michel mətni publisistik üslubdadır. Amma sonra verilən nümunə isə bədii üslubdadır. Publisistik üsluba aid aydınlıq,
aydınlığa, anlaşıqlılıq deyə bilərik. Məsələn, burada demək olar milli ictimai təfəkkürün müxtəlif milli ictimai təfəkkürü əks etdirir. Təfəkkürü ifadə edən nitq formasıdır, əks etdirir. Mətbuatda formalaşır. Qəzet dili, radio dili və s. deyil. Həm şifahi, həm yazılı forması mümkündür və s. deyə bilərik. Nümunənin aid olduğu üslub bədii üslubdur. Obrazlı nitq formasındadır. Obrazlı nitq formasıdır. Ədəbi dil tarixində aparıcı olmuşdur. Ədəbi dil tarixində aparıcı olmuşdur. Sonra xalq danışıq dilinə yaxındır. Xalq danışıq dilinə yaxındır. Obrazlılıq, emosionallıq, məcazilik əsas xüsusiyyətləridir. Şeir dili, nəsr dili, dramaturgiya dili formasında ortaya çıxır kimi fikirlər yazaraq cədvəli tamamlamaq olar.